Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əsəb, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək ola bilərəm. Bugün mən sizə çox az iş elanı təqdim edəcəm. Çünki şənbə günü olduğuna görə iş elanları azdır bu gün üçün olan. Əlbəttə ki, mən sırf 9 mart üçün olan iş elanlarından bəhs edirəm. Dünən, o biri gün və o iş elanlar yenə də qalır. Deməli, şəbəkə monitorinq üzrə təcrübəçi işi var, yoldaşlar. Bundan əlavə menecer işi var 1500 manatlıq, xadimə işi var, resepsiyon işi var 500 manatlıq. Ondan əlavə Azərbaycan hava yollarında azalda, yəni Azər aeronavigasiya ingilis dili üzrə təlimatçısı işi var, satıcı işlər var, hibrid işlər var könüllü olaraq, Health and Science Initiative-də layihə menecerinin köməkçisi olaraq. Sonra remote işlər var ki, misal üçün evdən oturub işləyə bilərsiniz, bir təxminən 7-8 dənə. Misal üçün biri GLAD-dadır, Global Language and Dynamics Center-dədir. İşində adı Advertisement Sales Specialist-dir. Sonra Tabby şirkətində var, Senior Full Stack Engineer işi var remote. Sonra Talent Fairy 2 şirkətində var, Communicator işi remote olaraq. Ondan sonra Ramsa Defense Aerospace'də var, Military Advisor, Retired Soldiers işi var. Sonra remote iş Geometry'də var, Manual Quarter olaraq. Sonra remote Tabby şirkətində var, Techload olaraq. Sonra remote başqa həm də Europe variantında var, Geometry olaraq, Manual Quarter olaraq. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün ümumiyyətlə iş axtarışınızda dəstək olmamı istəyirsinizsə, mənimlə əlaqə keçə bilərsiniz. Əlaqə vasitəm qeyd olunub adətən kanallarda.